Hi guys, it's me, your teacher Gülnar again. YouTube videolarıyla davam edirik və bugün sizə çoxdan borclu olduğum bir videonu çəkmək üçün gəlmişəm. Belə ki, təxminən 1 il əvvəl YouTube kanalımda self-study hazırlaşan tələbələr üçün video paylaşmışdım və qeyd eləmişdim ki, bu videonun birinci hissəsidir. Yəni, burada listening və reading sectionlarına necə self-study ilə hazırlaşmaq olar, onun haqqında danışmışdım. Sonra işlərin çoxluğu, zaman məhdudiyyəti üzərində işləməyə başladığım yeni kitabım və s. mövzular araya girdiyi üçün videonun ikinci hissəsini çəkib paylaşa bilmədim sizinlə. Və bugün axır ki, kommentlərdə də gördüm, yazmışdınız ki, gözləyirsiniz və bugün axırki videonun ikinci hissəsini çəkirəm, paylaşacaq tezliklə. Writing və speaking sectionları üçün self-study ilə necə hazırlaşmalı. Dediyim kimi, qeyd elədiyim kimi, birinci videoda listening və reading sectionları üçün necə hazırlaşmalı olduğumuz barədə danışdığımız üçün bugün artıq təkcə writing və speaking barədə danışırıq. Digər sectionlar üçün öncəki videonu izləyə bilərsiniz. So, let's get started. So guys, deməli, writing və speaking sectionları ümumiyyətlə IELTS-in daha çətin və self-study ilə də daha çətin hazırlaşıla bilən sectionlarıdır. Çünki burada istər-istəməz artıq instructor feedback-inə ehtiyac olur. Amma yenə də mən çalışacağam ki, bacardığım qədər sizə istiqamət verim. Ümumiyyətlə bilirsiniz ki, mənim YouTube kanalımın ilk dəfə pandemiya vaxtında açılmasının əsas səbəbi də elə müəyyən səbəblərdən dolayı canlı dərslər götürə bilməyən və self-study ilə hazırlaşan tələbələrə kömək eləmək idi. Buna görə də bir çox writing növlərinin, strukturların və s. izahı haqda videoları ilə YouTube kanalımda da paylaşmışam. Bugünkü tövsiyələrimdə onlardan da istifadə edəcəm. So, writing task 1 and task 2. Ümumiyyətlə, writing və self-study hazırlaşarkən sizə tövsiyə edirəm ki, hər hansı bir self-study paket əldə edəsiniz birinci növbədə. Misal üçün, bizim self-study paketimizdə 11-12 dəqiqəlik writing task 1 və task 2-nun video izahları var. Hansı ki, bir dəfə artıq bu video izahı struktura baxdınız, daha sonra artıq əlinizdə olan materiallarla davam eləmək rahat olur. Amma əgər self-study paket əldə edə bilmirsinizsə, o zaman YouTube kanalımızda da və başqa bir çox YouTube kanalında da Writing Task 1 və Task 2-nun struktur izahlarını tapa bilərsiniz free formada. Və mütləq şəkildə birinci növbədə struktur izahlarına baxın. Dediyim kimi, YouTube-da da bundan bağlı çoxlu sourcelar var. Sadəcə yazmaqla Writing Task 1 Structure Explanation, Task 2 Structure Explanation bunu rahat formada tapa biləcəksiniz və birinci növbədə bu izahlara baxırsınız. Daha sonra sizə 2 kitab tövsiyə edirəm. Bu gördüyünüz kitablar IELTS Made Easy Task 1 and IELTS Made Easy Task 2. Bu kitablarda writing-in, Task 1-ın və Task 2-nun növlərinin hər birinə aid nümunələr, izahlar, lazım olan söz və ifadələri rahat formada tapa bilərsiniz. Mən hətta bunu dərslərimdə də əlavə material kimi istifadə edirəm. Yəni, öz izahımdan əlavə tələbələrimə bu kitabların PDF formalarını da göndərirəm ki, həmin kitablar vasitəsilə bütün növlərə aid, onlara lazım olacaq söz, sample, cümlə quruluşları və s. daha yaxından tanış olsunlar. So, bu 2 kitab da sizə kömək ola bilər struktur videosunu izləyəndən sonra və daha sonra çalışın ki, strukturu öyrəndikdən sonra hər növə aid ən az bir essay və ya report yazasınız və hər növə aid internetdə sample'lar oxuyun mütləq şəkildə. Feedbacklərinizi indi artıq yaxşıdır, AI var, əlimizin altında ChatGPT var, onlardan da ala bilərsiniz. Amma AI-yə yenə də ChatGPT-nin verdiyi skor və feedbacklərə tam güvənməməyi tövsiyə edirəm. Çünki bəzən bizim və real examinerlərin verdikləri skorlarla arasında 1 bal, hətta 1,5 bal fərq ola bilir. Amma yenə də müəyyən dərəcədə sizə, belə deyim, səhvinizi deyəcək yəqin ki, önəmli olan məsələ burada nədir demək istədiyim. Mütləq Task 1, Task 2 hər ikisinin struktur izahına baxın. Mütləq bu kitablar vasitəsilə hər tipə aid nümunə oxuyun və hər tipə ən az bir dəfə yazmağı praktik edin. Mən həmişə tələbələrimə deyirəm ki, Murphy works here. Murphy qanunu necədir? 9 tipdən 8-ini yazsanız, 1-ini yazmasanız, gəlib imtahanda o düşə bilər sizə. Ona görə mütləq hər tipə ən az bir dəfə praktik edin və bir dənə feedback məsələsinə gəlincə isə onu da artıq ChatGPT-yə deyə bilərsiniz, skora tam güvənməmək və prioritet götürməmək şərti ilə sizə feedback verə bilər ki, nələrə düzəliş eləməlisiniz, nələrin üzərindən keçməlisiniz və s. Buna əlavə olaraq sizə tövsiyə edərdim ki, bizim YouTube kanalımızda da Task 1-ın, Task 2-nun növlərinə aid izah videolar var. Onlara baxasınız. Əlavə olaraq writing ilə bağlı daha çox praktika, daha çox sample oxuyub analiz eləmək üçün IELTS Lizin YouTube kanalını tövsiyə edirəm sizə. Mütləq şəkildə həmin kanala da baxıb oradan da faydalana bilərsiniz. Writing-inizi əlavə olaraq inkişaf etdirmək üçün çoxlu akademik məqalələr oxumanızı tövsiyə edirəm. Akademik məqalələr sizin həm writing-inizə, həm reading-inizə faydalı olacaq əslində və təbii ki, sample oxumaq. Sample'ları da oxuyanda həmişə çalışın
çalışın ki active reading eləyəsiniz, yəni aktiv şəkildə oxuyasınız və baxasınız ki, burada ən çox mənə nə lazımdır. Əlavə olaraq IELTS Made Easy Task 2 kitabının ilk səhifəsində görəcəksiniz IELTS Writing-də Task 2-da düşən 12 əsas topik. Sizə tövsiyə edirəm ki, o topiklərin hər birinə aid ən az 5-6 dənə topic, vocabulary, collocation, biraz yüksək skorlu ifadə söz öyrənəsiniz. Ki, hər birinə aid ən az 5 dənə öyrənsiniz, bu toplam 60 söz eləyir, öyrənmək çətin deyil. O 5 dənədən ikisini üçün imtahanda istifadə etsəz də sizin balınıza müsbət təsir göstərəcək. Çünki writing-də topic, vocabulary-nin istifadəsi doğrudan da önəmli məsələdir. Qrammatik olaraq isə Grammar for IELTS kitabından çox yaxşı cümlə quruluşları seçib istifadə edə bilərsiniz. Çalışın ki, passive voice-u yaxşı öyrənəsiniz. Task-1-ın müəyyən növləri üçün bizə lazımdır. Çalışın ki, relative clauses öyrənəsiniz, linking words, conditionals. Bunların hər biri writing-də sizə lazım olacaq. Bu haqda öncəki videomuzda grammar hissəsində də danışmışdım. Belə, writing-la bağlı əsas bazı məsələləri vurğuladıq ki, grammar olaraq balımızı necə artırıq, hansı strukturları öyrənirik, vocabulary olaraq əsasən topic vocabulary, hər mövzuya çalışın ki, öyrənin, strukturları da necə öyrənib praktik etməli olduğunuz haqda danışdıq. İndi gəlin speaking haqda danışaq. Speaking sectionunda biraz self-study etmək çətin topiklərdən biridir, belə deyim. Speaking ilə bağlı birinci növbədə strukturu öyrənin. Elə bizim kanalımızda da bununla bağlı videomuz yer alır ki, IELTS speakingdə nə baş verir ümumiyyətlə, struktur necədir? YouTube-da bir çox başqa kanallarda tapa bilərsiniz. Birinci növbədə strukturu öyrənirsiniz. Strukturu öyrəndikdən sonra sizin əlinizdə IELTS Speaking Assistant application var. Telegram kanalları da var ödənişsiz formada, ödənişli formada applicationlar da var. Həmin proqramda və ya Telegram kanalında siz IELTS-də sizin imtahan verəcəyiniz vaxtda düşə bilən bütün sualları görəcəksiniz. Və demək olar ki, onlardan kənar heç nə düşmür. Önəmli məsələ strukturu bildikdən sonra artıq real sualları praktik eləməkdir. Sizdən nə tələb olunur? İmtahanda examiner nəyə diqqət eləyir? Pronunciation, sizin tələffüzünüzə diqqət eləyir, fluency, axıcı danışmağınıza, grammar, qrammatikanıza və söz ehtiyatınıza. Bu şeylərə diqqət eləyərək əlinizdəki hazır sualları, artıq strukturu da bilirsiniz ki, hər sectionda sizdən neçə cümlə tələb olunur, praktik eləyirsiniz. It's that simple. Praktikalar zamanı səsinizi rekord eləyib, sonradan dinləyə bilərsiniz. Burada artıq iki cür eləyə bilərsiniz. Rekord eləyib AI-dan feedback ala bilərsiniz, amma verdiyi skora %100 güvənmirik, həmişə daha yüksək skor verir. Ya da ki, özünüz çox diqqətli şəkildə proofreading kimi yoxlaya bilərsiniz, özünüzü çox aktiv şəkildə yoxlaya bilərsiniz. Çünki bəzən biz danışanda texniki səhvlər eləyib fərqinə varmırıq, amma çox əslində bildiyimiz şeylərdə özümüz yoxlayanda artıq necə deyirlər, səhvimizi tapırıq. Digər bir üsul isə güzgüyə baxaraq danışmaq ola bilər ki, artıq sualların cavabını güzgüyə baxaraq özünüzü kənardan görərək səsli şəkildə danışırsınız. Digər bir versiya yazıb hazırlaşmaq ola bilər. Sualların cavabını yazıb, daha sonra öyrənə bilərsiniz bunları. Bu versiyalardan biri ilə hazır suallar üzərindən danışırsınız və dediyim kimi, examinerin sizdən istədiyi həmin qeyd elədiyim 4 məqama, pronunciation, fluency, grammar, vocabulary. Bunlara diqqət eləyərək danışırsınız. Burada da yenə önəmli məsələlərdən biri topic vocabulary'dir. Çalışın ki, speakingdə ən çox düşən mövzular üzrə topic vocabulary öyrənəsiniz. Hərəsinə aid heç olmasa 2-3 dənə. İdiomlar öyrənin, amma çox istifadə eləməyin. Bir speechdə 1-2 dəfə natural, təbii şəkildə istifadə eləmək yetərlidir. Belə, speaking üçün də dediyim kimi və ən vacib məsələlərdən biri cavabları yazdığınız və ya beyninizdə fikirləşdiyiniz bu kifayət deyil, yəni mütləq şəkildə, səsli şəkildə, öz səsinizi eşidəcək şəkildə danışmalısınız. Çünki dilin açılması həqiqətən də fiziki bir prosesdir. Belə, writing və speaking ilə bağlı, yəni sırf bu üsullardan öyrənib praktikalar edə bilərsiniz. Sizə çalışdım ki, burada mənbələri və nələrə diqqət etməli olduğunuzu deyim. Artıq dediyim kimi, writing və speakingdə bir balaca feedback məsələsində tələbələr həmişə tərəddüd edir. Çünki listening, reading yox, amma writing, speaking birbaşa feedbackə ehtiyac olan, belə deyim, bölmələrdir. Amma onu da müəyyən qədər AI-la və sair toollarla düşünürəm ki, həll eləməyiniz mümkündür. Belə, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Yenə də əldə eləmək şansınız varsa, hər hansı bir instruktordan IELTS Self-Study paket əldə eləyərək hazırlaşmaq bu periodu sizin üçün daha sistemli hala gətirə bilər. If not, bu videoda ümid edirəm ki, sizin üçün yetəri qədər faydalıdır. İlk hissədə isə listening, reading, grammar və vocabulary haqda danışmışdıq. İkisini birlikdə izləyərək artıq özünüzə müəyyən bir trayektoriya qoya bilərsiniz. Unutmayın ki, planlama çox önəmlidir və real timing. Nəzərə alın ki, siz self-study də hazırlaşdınız, müəllimlə də hazırlaşdınız.
hazırlaşsaz, əgər leveliniz minimum intermediate-sə, bu ən az 2-3 ay çəkən bir prosesdir. Ona görə səbirlə, disiplinlə, hər gün məşğul olaraq, bu çox önəmli кейsdir, özünüzə bir plan və trayektoriya qurun və çalışın ki, onun üzərindən davam edəsiniz. Ümid edirəm sizin üçün faydalı olacaq. Self-study hazırlaşıb müəyyən nəticə əldə etsəz, mütləq bizimlə bölüşün. Bilim ki, videomuz sizin üçün faydalı oldu. Good luck!